Salam. Bugün sənin təqdim etdiyin mənbələr əsasında çox maraqlı bir mövzunu azanda üçüncü şəhadət məsələsini müzakirə edəcəyik. Bəli, salam. Yəni Əlinin Əleyhissalamın Allahın vəlisi olmasına şəhadət gətirilməsi. Bunun tarixi və şiə alimlərinin yanaşması. Tam olaraq, məqsədimiz də bu əlavənin, necə deyim, köklərini, zamanla necə dəyişdiyini və ətrafındakı fərqli baxışları anlamaqdır. Gəl başlayaq. Əlbəttə. Bu mövzu deməli şiə fiqhində əsrlərdir müzakirə olunur və doğrudan da fərqli rəylər var. Mənbələr də bu inkişafı göstərir. Elədir. Gəl ilk dövrlərə baxaq. Şeyx Əs-Sadıqın adı çəkilir ilk olaraq. Onun mövqeyi necə idi? Çox sərtdir deyəsən. Hə, Şeyx Əs-Sadıq çox qəti idi. O açıq şəkildə deyirdi ki, əşhədü ənnə Əliyyən vəliyullah kimi ifadələr azanın əslində yoxdur. Yəni orijinal azanda belə bir şey yoxdur onun fikrincə. Bəli. Və bunu hətta, necə deyim, ifratçı hesab etdiyi müfəvvidə qrupunun uydurması adlandırırdı. Onları tanımaq üçün bir əlamət kimi görürdü. Maraqlıdır. Bəs digər erkən alimlər, məsələn, Əl-Müfid, Əş-Şərif, Əl-Murtəda, onlar da deməli öz kitablarında azanı təsvir edəndə bu şəhadətə yer verməyiblər. Yəni Saduqun mövqeyi o dövrdə belə deyək geniş yayılmışdı. Bəs Şeyx Ət-Tusi, mənbələrdə onun adı çəkilir və deyilir ki, vəziyyət onunla biraz dəyişir. Bu necə oldu? Bəli, Tusi ilə bağlı məsələ biraz daha mürəkkəbdir. O ilk əsəri olan Ən-Nihayədə bu əlavələrlə bağlı rəvayətləri şaz adlandırıb. Yəni etibarsız, qəribə, kənara çıxan rəvayət kimi. Düzdür. Və deyirdi ki, bunlarla əməl edən xəta edir. Amma sonrakı əsərində Əl-Məbsudda mövqeyini bir qədər yumşaldıb. Necə yumşaldıb? Orada yazıb ki, bu sözləri deyən şəxs günah qazanmır. Bu, tam icazə demək deyil əlbəttə, amma qəti haram olmadığını göstərir. Bəlkə də məkruh olduğuna işarə idi. Yəni, bəyənilməyən əməl. Amma yenə də azanın əsl hissəsi saymayıb. Xeyr. Azanın fəzilətindən və kamilliyindən hesab etməyib. Amma bu kiçik dəyişiklik belə sonraki müzakirələrə təsir etmiş ola bilər. Başa düşdüm. Bəs Tusidən sonraki dövr, orta əsrlərdə vəziyyət necə idi? Yenə də rədd mövqeyi güclü idi. Bəli, uzun müddət bir çox böyük alim, məsələn, Əl-Hilli, Əş-Şəhid Əl-Əvvəl kimilər azanın təsvirini verərkən bu əlavəni daxil etməyiblər. Hilli nə deyirdi konkret olaraq? Əl-Allama Əl-Hilli Tusinin o fərqli fikirlərini nəql etsə də, özü bu əlavənin məşru olmadığını, yəni şəriətdə əsasının olmadığını bildirib. Hətta Nəcmüddin Əl-Hilli bunu açıqca bidət adlandırıb. Bidət. Bu çox ciddi ithamdır. Bəs Şəhid Əl-Əvvəl? O da oxşar fikirdə idi. Muvaffadda uydurması kimi təqdim edib, amma deyib ki, edən günah qazanmır, yəni məkruhdur, lakin bunun azanın bir hissəsi olduğuna inanmağı haram sayıb. Bu incə bir fərqdir demək olar, amma inanmaq ki, bu azanın hissəsidir, olmaz. Çox maraqlı bir nüans. Deməli, erkən və orta əsrlərdə ümumi tendensiya ya rədd, ya da ən yaxşı halda məkruh görmək idi. Bəs nə vaxtsa bu dəyişdi? Səfəvilər dövrü? Burada deyəsin əsas dönüş nöqtəsi var. Tamamilə. Əsas dəyişiklik məhz Səfəvilər dövründə baş verir. Mənbələr qeyd edir ki, Şah İsmayıl Xətai Hicri 907-ci ildə, təxminən 1501-ci ildə azanı üçüncü şəhadətin əlavə edilməsini rəsmən əmr edir. Bir hökümdar əmri ilə. Bəs bunun əsası nə göstərilirdi? Güya ki, bu 5 əsr tərk edilmiş bir şiə sünnətinin bərpası idi. Belə təqdim olunub. Və bu əmri necə qarşılandı cəmiyyətdə, alimlər arasında? Zamanla o qədər yayıldı ki, bəzi məlumatlara görə deməyənlər artıq sünnilikdə ittiham olunmağa başladı. İctimai təzyiq yarandı. Belə olan halda yəqin bəzi alimlər də mövqələrini dəyişməyə və ya yumşaltmağa məcbur oldular. Elədir. Hətta bəzilərinin təqiyyə etdiyi də düşünülür. Məsələn, Əş-Şəhid Əs-Səni kimi alimlər artıq bu sözləri azanın bir hissəsi olduğuna inanmadan deməyin problemsiz olduğunu qeyd etməyə başladılar. Bu, əvvəlki qəti rədd mövqeyindən çox fərqlidir. Bəs məclisi ailəsi, onların rolu xüsusi qeyd olunur deyəsən. Bəli, məclislər ata və oğul bu əlavənin normallaşmasında, belə deyək, önəmli rol oynadılar. Onlar bunun təbərrük niyyəti ilə, yəni bərəkət üçün deyilməsinin caiz olduğunu, hətta müstəhəb, yəni bəyənilən əməl ola biləcəyini də deyiblər. Bəli, hətta müstəhəb ola biləcəyini iddia etdilər, amma əsaslandıqları rivayətlər çox zəif, bəzilərinin isə ümumiyyətlə sənədi bilinmir. Bəs konkret hansı dəlillərə əsaslanırdılar? Bu qədər alimin rədd etdiyi bir şeyə qarşı
güclü dəlil olmalıydı axı. Əsasən iki şeyə istinad edilir. Birincisi, Əl-Tabərisinin Əl-İhticac kitabındakı sənədsiz bir rəvayət. Sənədsiz, yəni kimdən kimə nəql olunduğu bilinməyən. Bu, hədis elmində ciddi problemdir. İkincisi nə idi? İkincisi, güya Əbu Zər və Salmanın belə azan verməsi haqqında sonradan uydurulmuş bir hekayə. Bu hekayənin mənbəyi kimi göstərilən Əs-Sulafə fi Əmr Əl-Xilafə adlı kitab və onun müəllifi Şeyx Abdullah Əl-Məraği isə Mövcud deyil. çox güman ki, mövcud olmayıb, adlarına heç bir kataloqda, bioqrafik mənbədə rast gəlinmir, yəni dəlillər, necə deyim, çox şübhəlidir. Deməli, əsasən siyasi və ictimai təzyiqlə yayılan bir praktika zəif dəlillərlə möhkəmləndirilməyə çalışılıb. Bəs bugün, müasir dövrdə vəziyyət necədir? Bugün Şiə alimlərinin böyük əksəriyyəti bunu azanın vacib və ya əsli hissəsi saymır, amma təbərrük niyyəti ilə, yəni Əliyə sevgi əlaməti kimi deməyə caiz, hətta bəzən müstəhəb, yəni bəyənilən hesab edirlər. Yəni vacib deyil, amma demək olar hətta yaxşıdır kimi. Bəli, əksəriyyətin mövqeyi budur, az sayda alim bunun azanın müstəhəb bir hissəsi olduğunu deyir. Çox az bir qismi isə hələ də bunun qəti şəkildə bidət olduğunu müdafiə edir. Beləliklə, ümumiləşdirsək, sənin təqdim etdiyin mənbələr əsasında belə bir mənzərə yaranır. Əvvəllər ifratçı bir qrupun əməli kimi rədd edilən, hətta bidət sayılan bir əlavə, Zamanla, xüsusilə siyasi və ictimai təsirlərlə, Şiə dünyasının böyük bir hissəsində qəbul edilən, hətta bir növ şüara çevrilən bir praktikaya dönüb. düzdür. Bu, dini baxışların və praktikaların necə dəyişə bildiyini göstərən çox maraqlı bir nümunədir əslində. Bəli, tamamilə. Tarixi, kontekst, təfsirlər, şəraitlər, bunlar hamısı təsir edir. Erkən dövrdəki o sərt rədd mövqeyindən bugünkü geniş qəbula qədər uzun bir yol qət edilib. Sənin üçün yekun bir düşüncə toxumu. Biz bugün bir məsələnin, bir məzhəbin öz daxilində necə təkamül etdiyini, alimlər arasındakı fikir ayrılıqlarını və fərqli nəticələrə gəlmələrini gördük. Bu daxili tarixi müzakirəni anlamaq, bizim məzhəblərarası dialoqa və ya ümumiyyətlə dinlərin öz daxilindəki dəyişkən təbiətinə baxışımızı necə dəyişə bilər, bu barədə düşünməyə dəyər.